Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər, şagirdlər. Bugün mən sizlərlə növbəti video dərsimi çəkəcəm. Bugünkü dərsimiz NATO ədədlərin onluqları say sistemində yazılışıdır. Ötən videomuzda 14-cü sualda qalmışdıq, 15-ci sualımıza baxaq. Sualda deyir ki, m tək, n cüt ədədlər olarsa hansı ifadənin qiyməti tək ədəd olar? A variantı 2m kvadrat üstə n, B variantı 3 vuraq m plus n, C variantı 2m üstə 3n, D variantı 4m çıxılsın n, Y variantı 2n kvadratı üstə m üstə gəlsin 1. Gəlin indi hörmətli müəllimlər bir-bir bunları araşdıraq. Deməli, burada m ilə n-ə biz özümüzdən qiymətlər veririk. Məsələn, şərtinə əsasən bizə deyilmişdi ki, m tək ədəddir, n cüt ədəddir. O zaman m-ə bir dənə tək qiymət verək 5, n-ə də cüt qiymət verək 6. Verilmiş variantların hər birini yoxlayaq. A variantında 2m kvadratı 2 vurulsun m-in yerinə 5-in kvadratı üstə gəlsin 6. Bərabərlik gördüyümüz kimi 56. Deməli cüt ədəddir. B variantında 3 vurulsun m plus n. M-imiz 5'dir, n-imiz 6'dır. Toplayırıq. 5'in altına 11, 3'ə vururuq, 33 edir, tək ədəddir. Elə bizdən də tək ədədi soruşurdu. Digər variantlarda yoxlasaz, yəni gördüyünüz kimi yazmışıq. Hər birini yoxladıqda cüt ədədlər alınır. Siz də özünüz yerinə qoyub yoxlaya bilərsiniz. Yalnız B variantında tək ədəd alınır. Bizdən də tək variant soruşurdu. Cavabımız B. 16-cı sualımız. Hansı ifadənin qiyməti x-in bütün natural qiymətlərində tək ədəd olar? Deməli, hörmətli şagirdlər, müəllimlər, burada biz x-in bütün qiymətləri dediyi üçün x-a həm cüt, həm də tək qiymətlər verib araşdırma aparaq. 1-1 A variantına baxaq. X kvadratı plus 3. X-a gəlin 5 qiymət verək. X-a 5 qiymət versək, 25 üstə 3, 28 edir cüt ədəd. X-a tək qiymət versək, görürsünüz ki, alınır cavabımız 4'ün kvadratı üstə 3 bərabərdə 19 tək ədəd. B variantında 2x kvadratı üstə gəlsin 4. X-ə verək 3 tək qiymət. Bu zaman alınır cavab 22 edir cüt ədəd. X-a cüt qiymət verəndə, yəni məsəl üçün 4 verək, o zaman hesablasaq alınır 36. Deməli cüt ədəd. Bizdən nə soruşurdu? X-in bütün natural qiymətlərində tək ədəd olmalıdır. A variantı və B variantının heç biri ödəmədi. C variantına baxaq. 3x kvadratı. X-a tək qiymət verək. Eləyək 3. X-a 3 götürsək, cavabımız eləcək 27 tək ədəd alınır. X-a cüt qiymət, yəni 4 versək, məsəl üçün cavabımız alınır 48 cüt ədəd. Bu da uyğun gəlmir. D variantına diqqətlə baxsaq, 4x kvadratı plus 1. X-a tək qiymət 3 verək. O zaman 4 vuraq 3'ün kvadratı üstə gələk 1 eləyir 37 tək ədəd alınır. X-a 4 qiymət verək, yəni cüt qiymət versək, 4 vuraq 4'ün kvadratı üstə gələk 1 bərabərdə 65. Tək ədəd alınır. Deməli, hər iki halda həm x-a cüt, həm də tək qiymət verəndə, o zaman 4x kvadratı üstə gələk 1 ifadəsi tək qiymət alacaq. Bizdən də soruşurdu ki, x-in bütün qiymətlərində tək ədəd olunan hansı ifadənin? D variantı. Y variantına da baxsaq, araşdırsaq, x-a tək qiymət verəndə cüt ədəd alınır. X-a cüt qiymət verəndə yenə cüt ədəd alınır. Bizə doğru cavabımız tapdıq. Burada D variantı. Növbəti sualımız 17-ci sualımız. Sual belədir. X, Y 2 rəqəmli ədədi üçün X, Y üstə xət çıxılsın Y, X üstə xət bərabər 7 olarsa X, Y hasilini tapın. Bilirik ki, ədədin üzərində bu şəkildə xət olarkən onu deməli mərtəbə toplananlarının cəmi şəklində göstərmək lazımdır. X, Y onluğu x, təkli y olan 2 rəqəmli ədəddir. Bu şəkildə yazılır. X, Y bərabərdir 10x plus y-ə. Y, x isə əksinə onluğu y, təkli x olan bir ədəddir. Bu şəkildə yazılır. 10y üstə gələk x. Bunları nəzərə alırıq və verilmiş bax bu ifadədə yerinə yazsaq nə alınacaq? 10x üstə gələk y, bax bu x y-in əvəzinə, y x-in əvəzinə yazırıq 10y üstə gələk x bölünsün x plus y-ə.
Burada sadələşdirsək, x-dən x-i çıxsaq eləyər 9x, y-lə də y-i sadələşdiririk, eləyir 9y. 9x çıxılsın 9y bölünsün x plus y bərabərdir 7-yə. Buradan bunu buna çarpaz vursaq, nə alınacaq? 9x çıxılsın 9y bərabərdir 7x plus 7y. İndi buradan x-i y-dən asılı vəziyyətə gətirsək, x-ləri bir tərəfə keçirib, y-ləri bir tərəfə keçirsək, nə alınacaq buradan? 9x buradaydı, 7x buradaydı. 9x-dən 7x çıxanda qalır 2x. 7y-in üstündən 9y gəlir 16y. Hər tərəfə də 2-yə ixtisar eləsək alınacaq x bərabərdir 8y. Deməli, bu şərtin ödənilməyi üçün x-in yerinə biz 8 qoymalıyıq, y-in də yerinə 1 qoymalıyıq. Onda da bizdən də soruşur ki, x-y hasili neçə olar? X-y hasili hər ikisi tək rəqəmli, bir rəqəmli ədəddirlər. Birlikdə 2 rəqəmli ədəd əmələ gətirirlər. Ona görə x-in qiyməti oldu 8, y-in də qiyməti 1. Bir-birlərini vurarkən də 8 vuraq 1 eləyir 8. Doğru cavabımız Y variantı. 18-ci sualımız AB üstə xətt və BA üstə xətt natural ədədləri üçün BA üstə xətt çıxılsın A bölünsün AB üstə xətt çıxılsın B bərabərdir 3 olarsa A plus B cəminin ən böyük qiyməti neçə olar? AB üstə xətt bərabərdir 10A üstə gəlsin B şəklində vurğulara ayrılır. BA ədədi isə 10B üstə gəlsin A şəklində, natural ədədlərin cəmi şəklində göstərilir. Onda bunları götürüb bu ifadədə burada yerinə yazsaq, BA çıxılsın A eləyir 10B üstə gələk A çıxılsın A-ya, AB-nin də əvəzinə 10A üstə gəlsin B çıxılsın B-yə. Buradan sadələşdirsək alınır 10B bölünsün 10A-ya. Onlar da ixtisar edəcək, qalacaq B bölək A bərabərdir 3-ə. Buradan da B alınır 3A-ya bərabər. Deməli, bu şərti ödəyən A və B ədədləri üçün ən böyük qiymət, burada bilirik ki, hər biri bir rəqəmli ədədlərdir A-nın B-nin. Bunların içərisində ən böyüyü 9 ola bilər. 9-dan böyük ədəd ola bilməz və eyni zamanda bu 3-ə bölünməlidir. Onda B-nin ən böyük qiyməti 9 olacaq. B 9 olarsa, onda A da ən böyük olar 3-ə. Deməli, A plus B cəminin ən böyük qiyməti 9-un üstünə 3 gəlirsiniz, eləyir 12. Doğru cavabımız C variantı. 19-cu sualımıza baxaq, şagirdlər. AB 2 rəqəmli ədədi üçün AB 2 rəqəmli ədədi üçün A, B üstə xətt üstə gələ B, A üstə xətt bölünsün A minus B bərabərdir 33 olarsa, A plus B cəminin ən böyük qiyməti neçə olar? Əvvəlki sualımızda da qeyd elədik ki, AB üstə xətt və BA üstə xətt dedikdə mərtəbə toplananların cəmi şəklində bunları ayırmaq lazımdır. Natural ədədlərin mərtəbə toplananlarının cəmi şəklində göstərilmə qaydasına görə AB ədədimizin onluq mərtəbəsindəki rəqəm A-dır, təklik mərtəbəsindəki rəqəm B-dir. O zaman alınır 10A üstə gəlsin B-yə. BA ədədində isə onluq mərtəbəsindəki rəqəm B-dir, təklik mərtəbəsindəki rəqəm A-dır. Alınır 10B üstə gəlsin A-ya. Bunları verilmiş ifadədə, bax burada nəzərə alsaq, alınar AB-nin əvəzinə 10A üstə gələ B üstə gəlsin BA-nın əvəzinə 10B üstə gələ A bölünsün A minus B-yə. Buradan alınır A-ları bir qruplaşdırıb B-ləri bir qruplaşdırsaq, 11A üstə gələ 11B bölünsün A minus B bərabərdir 33-ə. Buradan alınlar çarpaz vursaq, bax bunu buna çarpaz vururuq. 11A üstə gələ 11B bərabərdir 33A minus 33B. Onda buradan A-ları bir tərəfə, B-ləri bir tərəfə keçsək, A bərabərdir 2B alınacaq. Bu şərti ödəyən ən böyük A və B ədədlərini biz müəyyən eləmək istəsək, burada A və B ədədləri elə tək rəqəmli ədədlər olmalıdırlar ki, şagirdlər, mütləq şəkildə A ən böyük olsun. A burada ən böyük rəqəm bildiyimiz kimi 9 olmalıdır. Amma 9 2-yə bölünə bilmir tam şəkildə. Ona görə 9-dan biraz balaca ən böyük ədədimiz 8-dir. 8 bəli 2-yə bölünür. Deməli A-nın ən böyük qiyməti 8 olmalıdır. A 8 isə B də onda olacaq 4. Onda A plus B cəminin ən böyük qiyməti neçə olacaq? A plus B cəminin ən böyük qiyməti 8-dən 4-ü cəmləyirsiniz, eləyir 12. Doğru cavabımız B variantı. 20-ci sualımıza baxaq. Belə bir sualdır, maraqlı. AC üstə gələ CA üstə gəlsin BB bərabərdir 88-ə. Və eyni zamanda bizə şərt verir ki, A, B-yə, B də C-yə bərabər ola bilməz.
olarsa ABC 3 rəqəmli ədədimizin ala biləcəyi ən böyük və ən kiçik qiymətlərinin cəmini tapın. Deməli, AC 2 rəqəmli ədədin mərtəbə toplananlarını cəmi şəklində göstərərkən alınır 10A üstə gəlinsin C-yə, CA-nı göstərərkən alınır 10C üstə gəlinsin A-ya, BB-ni göstərərkən 10B üstə gələk B, yəni 11B. Bunların hamısını götürürük, biz yazırıq, bax bu ifadədə yerinə. Deməli, hamısını bu şəkildə yerinə yazsaq, görərsiniz ki, 11 dənə A, 11 dənə B, 11 dənə C bərabər olacaq 88-ə. Buradan da hər tərəfə 11-ə ixtisar eləsək, 11-ə ortaqlıq kimi mötərizə xaricə çıxardıb, 88 11-ə bölsək, A plus B plus C bərabərdir 8 olacaq. Eyni zamanda A, B-dən, B də C-dən fərqli olduğu üçün A-nın, B-nin, C-nin ən böyük qiymətlərini biz müəyyən etməliyik və eyni zamanda onların üçünün bir yerdə cəmi 8 olmalıdır. Və burada məlum məsələ olmalıdır ki, A, B, C heç biri 0 ola bilməz. Çünki 2 rəqəmli ədədlərdən söhbət gedir. Heç biri 0-la başlaya bilmədiyi üçün A, B, C ədədinin ən böyüyü taparkən deməli, ən kiçik ədəd bizə 0 olmadığı üçün C-ni ən balaca 1 götürə bilərik. Ondan böyük növbəti rəqəm təkrarlanmamaq şərti ilə növbəti balaca rəqəm 2 ola bilər. Deməli 1 və 2 olduğu üçün növbəti A-ya da qalacaq o zaman 8. Çünki 3-ün bir yerdə qiyməti 8 olmalıdır. Deməli ABC ədədi ən böyük 521-dir. Əksinə yerlərin rəqəmlərini dəyişsəz, ABC ədədinin ən kiçik qiyməti də 125 olacaq. 1, 2, 5. Cəmləyərkən həqiqətən 8 verir. Onda ən böyük və ən kiçik qiymətlərin cəmi ABC ədədində 521-nə 125-i cəmləmək lazımdır. Bunların da ikisini bir yerdə cəmləyərkən alınır 646. Doğru cavabımız A variantı. Hörmətli müəllimlər, şagirdlər, bununla da bu video dərsimizin sonuna gəldik. Növbəti video dərsimizdə davam edəcəyik. Suallarımızın həllinə baxacağıq. Kiminsə sualı, sözü varsa, rəy bölməsində sualımıza nəsə yaza bilərsiniz, fikir bildirə bilərsiniz. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənə qədər.